Ancaq həyatda biz onu görürük ki, bu qaydalar pozulur. Qanunsuz evlər tikilir. Nə qədər qanunsuz evlər tikilir indi Bakıda, Azərbaycanda. Mən soruşanda sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının xəbəri yoxdur, şəhər icra başçılarının xəbəri yoxdur, heç kimin xəbəri yoxdur. Və bu yaxınlarda istifadə verilən yeni idman obyektləri ilə tanış olarkən, vaxtı ilə Ulu Öndər Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış Dostluq Parkının bir hissəsini yenə də zəbt edilir. Mən orada haradasa 7-8 bundan əvvəl oraya getmişdim, görmüşəm ki, Dostluq Parkını qırırlar, ağaçları qırırlar, villalar tikilir. Hacıbalı Abatalova göstəriş verdim, əyləşir. Dedi ki, gedin aydınlaşdırın, bütün tikilən binalar qanunsuzdur. Dedi ki, gedin dağıdın onları, qoy dərs olsun o binaları tikənlər üçün. İndi o günləri gəlirəm, görürəm ki, yenə də düz Dostluq Parkının böyründə, o yamaçda villalar tikilir. Dedim, örgənin kimlər bunu tikir? Heç bir adam çıxmadı. Dedim ki, gedin bir villanı sökün, görək kim çıxacaq bunun arxasında. Heç kim çıxmadı. Dedim, belə əgər heç kimə məxsus deyilsə, sökün bunları dağıdın. Başqalara da dərs olsun. Qanunsuz yollarla gedirlər, özəlləşdirirlər, zəbt edirlər, xasarlayırlar. Orada elə istinad divarları tikilib ki, bəlkə də bir neçə milyon manat təkcə o istinad divarlarının tikintisinə sərf olunub. Və bu qədər özbaşınalıq olmaz. Dəfələrlə mən demişəm, qayda, qanun olmalıdır. Bütün vəzifəli şəxslər ilk növbədə onlar nümunə göstərməlidirlər. Yerlər zəbt edilir, qanunsuz tikilər aparılır, ondan sonra gedirlər, qanunsuz bunu sənədləşdirirlər.